Sığorta pulunuzu hər ay maaşınızdan qəpiyinə qədər tuturlar, amma əməliyyat istəyəndə 3 ay sonraya vaxt verirlər. Bəs sual verən varmı? Mənim xəstəliyim o 3 ay gözləyəcək, yoxsa sığortanın məqsədi məni müalicə eləmək yox, növbələrdə çürütməkdir? Azərbaycanda illik yığılan icbari sığorta haqqları ilə göstərilən xidmətlərin arasında böyük bir boşluq var. 2024-cü və 2025-ci ilin büdcə hesabatlarına baxsaq, çox maraqlı bir mənzərə görərik. Məsələn, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsində 370 milyon manat əvvəlki illərdən istifadə olunmamış qalıq vəsait var. Bu nə deməkdir? Yəni dövlət və vətəndaş vəsaiti fonda ödəyib, amma sığorta bu pulu vətəndaşın sağlamlığına xərcləməyib, kənarda saxlayıb. Əgər bir tərəfdə katarak əməliyyatı üçün 3 ay növbə gözləyən pensiyaçı varsa, digər tərəfdə fondun büdcəsində 370 milyon manatlıq qalıq vəsaiti varsa, bu idarə etmə boşluğudur. Əgər büdcədə pul varsa, vətəndaş niyə gözləməlidir ki? Növbə yaratmaq əslində vətəndaşı məcbur eləməkdir ki, yaxşı növbə gözləmirəm, öz əməliyyatımı öz cibimdən ödəyirəm. Bu sığorta fondunun pula qənaət eləmək üçün gizli ssenarisidir. Siz yazmadan mən deyim ki, bəli, Avropada da növbə var. Amma orada növbə resurs çatışmazlığından yaranır, maliyyə idarəçiliyindən yox. Orada həyati təhlükəsi olan xəstəni növbədə saxlamırlar. Bizdə amma aylıq limit dolub deyə ürək xəstəsini evə göndərirlər. Sığorta sistemi vətəndaşı sağaltmaq üçün yaranıb, yoxsa kvotalarla büdcəni qorumaq üçün? Avropada büdcədə qalıq qalanda ya yeni xidmət əlavə eləyirlər sığorta zərfinə və ya da aylıq sığorta haqqını aşağı endirirlər. Bizdə isə 370 milyon manatlıq qalıq qaldığı halda nə sığorta haqqı azalmır, nə də növbələr qısalmır. Yəni pul orada donmuş vəziyyətdə saxlanılır və vətəndaşın xidmətinə çevrilmir. Ən böyük problemlərdən biri də triyaj, yəni xəstəliyin ağırlıq dərəcəsinin düzgün seçilməməsidir. Avropada diz qapağı əməliyyatı üçün 1 il gözləyə bilərsən, amma ürək əməliyyatı üçün yox. Bəzən isə bizdə kəskin ağrıları olan xəstə üçün belə planlı əməliyyat deyib 2 ay sonraya növbə yazırlar. Bu artıq sığorta yox, bəxt oyunudur. Əlbəttə, icbari tibbi sığorta ölkəmiz üçün böyük bir addımdır və bunu danmaq olmaz. Minlərlə insanın sığorta hesabına əməliyyat olunduğunu bilirik. Amma sistemin şəffaf olması da şərtdir. Əgər vətəndaş növbədədirsə, o bilməlidir ki, növbədə neçəncidir və niyə növbədədir. Özəl klinikalar sığorta pulu gecikdirir deyib xəstəni qapıdan qaytarmamalıdırlar. Sığorta bizi xəstəlikdən qorumalıdır, növbələrdə yormamalıdır. Bəs siz sığorta ilə əməliyyat üçün nə qədər gözləmisiniz? Sizə də kvota bitib deyibilərmi? Təcrübələrinizi yazın, sistemin harda tıxandığını birlikdə üzə çıxardıq. Paylaşmağı, rəy bildirməyi və bəyənməyi unutmayın.